Əbu Məxnəbdən xəbər belədir ki, Həzrəti İmam Hüseyin əleyhissalam Əbəlfəzl Abbas ağamızın nəşini apardı xeyimlərə. Amma Fazili Dərbəndi mərhum buyurub İmam Hüseyin əleyhissalam Cənab-ı Abbas'a dedi, bir vəsiyyətim var və istədi Abbası xeymələrə aparsın. Cənab-ı Abbas əleyhissalam dedi, vəsiyyət edirəm sənə, cəddin həqqinə xatir, məni xeymələrə aparma. Qoy bu dəşti bəlanın düşdüyüm yerində qalım. Həzrət buyurdu, nə üçün aparmayım səni xeymələrə? Cənab-ı Abbas əleyhissalam buyurdu, biri bu səbəbə ki, qızını Səkinədən həya edirəm. Çünki mən ona su gətirməyi vədəsi vermişdim. Əllərimi qələm oldu, məşqimi oxladılar, ona su apara bilmədim. Aparmayın qardaş məni xeymələrə, xəcalətim çoxdur. Susuz Səkinəni görməyə üzüm yoxdur. Səkinə görsə məni yandırıb kebab eylər. Susuz qonaqların əldə cam su istər. Və biri də bu səbəbə ki, mən sənin qoşununun qoçu pəhlivanıyam. Əgər bacılar və qızlar məni bu halətdə qolsuz yaralı doğramış görsələr, istirabları artar və xofa düşərlər. Həzrət bu sözləri eşidəndə buyurdu, Abbas, Allah sənə cəzayı xeyir versin. Mənim tərəfimdən ki, həyatında da və ölən zamanda da mənə kömək eylədin. Mütərcim İmam Hüseyin əleyhissalam qardaşı Abbas'a ona görə deyir ki, sən həm ölərkən və həm də olmadığın dövrlərində mənə kömək elədin. Bəzi dinləyicilərə bu növ söz qaranlıq qala bilər. Yəni, dinləyicilər sual edə bilər ki, insan öləndən və ya belə deyək ki, olmadığı dövrdə necə başqasına kömək edə bilər? Bu kəlmənin izahata ehtiyacı olduğu üçün deyirik. İmam Hüseyin əleyhissalam ona demək istəyir ki, Abbas öz ölüm zamanında da bizim bacılarımızın, qızlarımızın və hərəmlərimizin istirablarının, həyəcan və narahatçılıqlarının artmasını və qorxuya düşməsinlər deyə özünün xeymələrə aparılmasını istəmir. Deməli, Əbəlfəzl Abbas əleyhissalam istəmir ki, Əhl-i Beyt hərəmlərinin istirab və qorxuları onun ölümündən sonra və ya olmadığı dövrlərində, vaxtlarında artmış olsun. Ona görə də İmam Hüseyin əleyhissalam bu sözlə qardaşının olmadığı vaxtlarında da Əhl-i Hərəmin qaydına, qaldığına işarə edir. İmam-ı Muhammed Baqir əleyhissalamın buyurduğuna görə Cənab-ı Əbəlfəzl Abbas əleyhissalamın xeymələrə aparılmamasının səbəbi bu oldu ki, Həzrəti Abbasın bədəni şərifinə o qədər yara vurmuşdular ki, İmam Hüseyin əleyhissalam hər tərəfdən istədi götürsün. Abbasın bədənin əzaları bir-birindən ayrılırdı. Bu səbəbə görə Abbası xeymələrə aparmaq mümkün olmadı. Ənvar el-Məsaib kitabının 47-ci səhifəsində belə yazılır. Cənab-ı Abbas buyurdu, qardaş, arzu edirdim ki, susuz uşaqlara su aparam. Amma küfələr qoymadılar. Mənim arzumu qəlbimdə qoydular. Qəlbimi sındırdılar və məşqimi oxladılar. Məni xeymələrə aparma ki, xəcalət çəkirəm. Sonra Cenab-ı Abbas günah buyurdu, qardaşı bir sözüm də budur.
vəsiyyət eləyirəm ki, ey İmam Əşifqar, yetim qalan balamı yaxşı sağlasın bimar. İki zəif dikiblər yoluma gözlərini, deməsinlər heç kəsə qəm çəkisələr də sözlərini. Buyur ki, onları lütfi ilə eləsin əram, ələl xüsus anama ey imami küllü aləm. Əgər məni xəbər alsa yetim Əbdullah, nəvaziş etsin ona üçün bə xatiri Allah. Bəs Cənab-ı Abbas əleyhisselam bir əsrdə İmam Hüseyin əleyhisselama baxıb ağladı. Həzrət buyurdu, qardaşı nə səbəbə belə ağladı? Dedi, qardaş quru yerdə can verməyimə ağlamıram. Qollarımın qələm olub bədənimin para-para doğranmağına ağlamıram. Buyurdu, bəs nə üçün ağlayırsan? O qeyrətli ağa dedi, mən can verirəm başım sənin tək mehriban qardaşı dizi üstə qoymuşam. Ağlayıram sən yalqız can verməyinə ki, sənin başın kimin dizi üstə can verəcəksən. Bir də ağlayıram xanım bacılarımın əhvalına ki, məndən sonra onların qollarını bağlayıb əsir edəcəklər. Qardaş deyəndə səslərinə səs verən olmaz. Bu sözlərdən sonra görün nə oldu? Çəkib yanıqlı bir ah o halda bir ah. Dedi ki, əşhədü əllə ilahə illallah. Ağa gözlərini yumub təslim oldu. Həzrəti gözlərinin yaşını töküb bir Əbbasın nəşinə baxıb gördü. Bədən yarası günlər qabağında, nə fərş var, nə balış, nə kölgə, nə cəgi var, nə ana var, nə bacı, nə qom, nə qəbilə, nə əqraba, nə qəbir qazan, nə kəfən gətirən, nə tabut gətirməyə gedən, nə qüsul verən, nə namaza gələn var. Alemin derdi gemi vaziyeti çulgadı, ürək yerinden oynadı. Bu dilleriyle kardeşini okşayıp Mersiye okuyurdu ve ağlayırdı. Ey kardeş, ey gözümün ışığı, ey yüreğimin parası, ahı sen mənə möhkəm bir qalaydın. Ey atam oğlu qardaş, məndən ötəri bu qoma çox nəziyətlər eylədi. Qəbul etməyib səni susuz öldürdülər. Behiş suyu ilə sirab oldun qardaş. Ey dağdıma çatan qardaş, səsimə səs verən qardaş. Ey ışıqlı ayın qardaş, sen cəmi təngə düşdüyüm vaxtımda və müsibətlərində mənə kömək idin. Sən sonda dirilik mənə zəhər oldu. Səndən sonra dirilik mənə zəhər oldu. Budur dalınca mən də gəlirəm ki, qiyamətdə səninlə birlikdə Allah huzuruna gedəm. Qardaş Abbas, bu yalqızlığımın və təngə düşüb susuzluğumun şikayətini eylərəm və bu qədər müsibətlərimdə Allah'dan səbir istəyirəm. Qardaş Abbas, şümrün fikri budur ki, məni susuz öldürsün və bacılarımı məhnəyə alməsin edib çöllərdə və şəhərlərdə zənci əsirləri də dolandırsın. Sonra buyurdu, qardaş, bizə gözlərini aç. Ağı köməksiz qərib qardaşın səni çağırır. Nə üçün cavab vermirsən? Əla lənətullahi aləl qavmiz zalimin və sayə'ələmullezine zələmə eyyəmun qələbun eyyəm qəlibun.